Azərbaycanın xalq artisti, bəstəkar Faiq Sücəddinov Təbrizin Traktor futbol klubu üçün zəfər marşı bəstələyib. Bu barədə danışan xalq artisti, traktor üçün marş yazılmasını akademik Rafael Hüseynovun təklif etdiyini bildirərək qeyd edib. Biz himni elə formaya salmışıq ki, 60 nəfərlik xorun ifası kimi səslənir. Solo ifa isə Tural Ağasiyevə məxsusdur. Biz bu təşəbbüsü can başla işlədik. Hesab edirik ki, bu marş traktor klubunu daha da böyük zəfərlərə aparacaq. Qeyd edək ki, İsveçdə nəşr olunan Tribun jurnalının son buraxılışı da bütövlükdə Traktor futbol klubuna həsr olunub. Buraxılışda bəhs olunan marşın sözlərinin müəllifi akademik Rafael Hüseynovun geniş məqaləsi də dərc olunub. Akademik məqalədə traktorun faktiki vəziyyətini möcüzə kimi qiymətləndirərək bildirib. Traktor möcüzəsi öz fəlsəfi etibarı ilə yalnız Azərbaycan hadisəsi deyil, dərindən düşünülərsə və daha nəhəng müstəvidə götürülərsə, əks sədası sonralar hələ daha qabarıq duyulacaq. Ənənəyə çevrilməli qüvvətli milli xarakter təzahürüdür.